dövlət olmayacaqsınız. Kürdistan dövləti ola bilməyəcəksiniz. Çünki tarix boyu biz türklər dünyada hökmranlıq etmişik. Biz türklər dövlətlər qurmuşuq. Qazarlar dövləti qurmuşuq. Səfəvilər dövləti qurmuşuq biz güneydə. Və indi hal-hazırda da onun davamçıları özlərinin mənsubiyyətlərini itirməyərək Səttar xan kimi igidlərimizin davamçıları orada mitinqlərdə öz haqlı səslərini bildirirlər. Fəaliyyət çox yaşayın Şahan bəy, təşəkkür edirik. Ancaq bu həm danışıqızı, həm mesajı ki buraxdınız. Şahan bəy, əlbəttə bu Güney Azərbaycan məsələsi ya onun demək olar batısı, Urmur, Sulduz, Qoşa çayı olsun. Buna bir proje təkin İran rejimi tərəfindən hala bu keçmiş demək olar inqilabdan qabaqdan başqa bir prosə var idi. İnqilabdan da bu yana İran inqilab devrimindən sonra başqa proseslərlə bu gün gəlib bu hala gəlib ki, orada kütləri səyriyyə çoxunta göstərsinlər və kütləri orada bir millət kimi göstərsinlər və türklərlə qarşı-qarşıya qoysunlar. Bu Cumhur İslamının projesidir. Sadəcə kütlərin özünün deyil. Yəni rejimi Cumhur İslamı ilə bərabər olacaq Məsud Barzani ilə ki, oradan böyük pullar, bilmirəm, qaçaqlar dolayısıyla səbəbi ilə gəlib orada yer torpaq almağı ilə aparılır. Bizim əslində mesajımız elə Cumhur İslamının özünədir də və orada Kürt qrup, terörist qruplar ki, bu məsələni sizə qabağa aparsınlar. Yoxsa orada Kürtlər bir az faiz olaraq bəlkə olsunlar, indi 20% elə Urmuda yaşayırlar. Bundan qabaq çox az bir faiz daydılar, bəlkə 1-2% olsaydı inqilabdan bu yana. Amma maalesef bu proje dediyim kimi büyünəcək belə gəlibdir. Siz də bunun bir mesaj verdiniz. Digər dostlarımız da Kuzey Azərbaycandan Güney Azərbaycan millətin yanında olublar. Aslında biz hər zaman demişik, biz Azərbaycanın özü yox, Kuzeyi, Güneyi yoxdur. Amma bugün sınır olaraq, coğrafi olaraq bəlli olunsun hansı Azərbaycandır, İranda olan, İranın isarətində olan Azərbaycandır ya öz azadlığına qovuşan Azərbaycanımızdır. O bəlli olsun. Bizim yoxsa siz bundan qabaq ikisindən danışırdıq. İraqın quzeyində türklərimiz var, türkmənlərimiz var. Onlar da elə Azərbaycanın bir torpağının bir hissəsidir və belə bildiği kimi bizim torpaqlarımız maalesef 5 ölkənin içində belə səpələniblər. Şahan bəy, əgər bir mesajı Güney Azərbaycan Azadlıq Milli Hərəkətində olan təşkilatlarına istəsəz bir mesaj buraxasınız ki, bu günlərimi bəzən görsənir, bəlkə fərqli fikir olsun, amma aslında bunlar bir yol, bir addım gedilir bu təşkilatlar. Güney Azərbaycanın özgürlüyünə, Güney Azərbaycanın azadlığına və sonra siz apardığınız o fikir, təfəkkür ki, var, bütöv Azərbaycan yaradasınız. Bir mesajınız olsa bunu necə dilə gətirərsiniz? Bu təşkilatlara, bu millətə. Ümumiyyətlə, biz uzun tarix boyu hər zaman bölünmüşük. Bizlər xanlıqlar dövrünü yaşadıq. Xanlıqlar dövründə bir sıra xanlıqlar var idi. Bakı xanlığı var idi, Şəki xanlığı var idi, Urmiya xanlığı var idi, Xoy xanlığı var idi. Belə xanlıqlarımız var idi. Bir neçə xanlar var idi ki, birləşdirmə siyasəti yürütdülər. Amma mənfi cəhətimiz nə idi? Heç bir xan başında digər xanın olmasını istəmirdi. Amma biz nə etməliyik? Güney Azərbaycandakı bir sıra təşkilatlar var ki, onlar bir amal uğrunda hal-hazırda sizin dediyiniz kimi addımlayırlar. Amma bəzi məsələlərdə onlar bir-birindən fərqli addımlara yol atmaq istəyirlər. Amma elə olmamalıdır. Bütün Güney Azərbaycan təşkilatları birlikdə birləşməlidir. Bir federasyon da ola bilər. Bir federasyon qurmalıdırlar. Bir yerdə fəaliyyət göstərməlidirlər. Müştərək fəaliyyət göstərməlidirlər və bir-birinə qarşı negativ düşüncədə olmamalıdırlar. Məsələn, mən uzun müddət izləyirəm ki, indi bir sıra Güney Azərbaycanla bağlı olan təşkilat rəhbərləri bir-birindən nəsə negativ hallar müşahidə olunur. Amma hal-hazırda məsələn Əjdər bəy Tağızadə, bizim dəyərli böyüyümüz, görürəm ki, o bu mesajı, bu təfəkkürü yenidən yaratmaq istəyir. Məsələn, bəzi təşkilatlarla artıq birgə fəaliyyətlər aparmaqdadır. Elə olmalıdır. Yəni, biz bütöv Azərbaycandan danışırıqsa, təşkilatlar da bütöv olmalıdır, bir olmalıdır, birlik üçün çalışmalıdır. Yəni, belə. Mesajım budur. Eyni zamanda da bayaq dediyim bu Urmiyada necə ki, Kürdlər qalxdılar, Kürd qruplaşmaları qalxdılar, onlara da dəstək verəni dediniz.
Hal-hazırda da Türkiyədə də bəzi bu doğu tərəflərində, doğu ərazilərində Novruz bayramında DEM partiyanın dəstəkçiləri çıxdılar. Kürdistan, APO və s. onun şəkillərini və s. vurğuladılar. Biz onlara da qarşıyıq. Radikal olmayın. Şanlı Türk bayrağının, şanlı Azərbaycan bayrağının altında rahat yaşayın. Özünüzü, necə deyim, bölücülük eləməyin. Digər dövlətlərin, Avropanın, onun bunun siyasi amalına, necə deyim, onların siyasi amalına, onların siyasi baş qoşmayın. Bəli, mən təşəkkür edirəm Şahan bəy. Şahan bəy, burada bir önəmli məsələ ki vardı və bu günlərimiz gözə görsənir. Quzey Azərbaycanımızın dövləti və elə Türkiyə dövlətidir. Bu hərəkətdən, Güney Azərbaycan Milli Hərəkətindən nə qədər himayə eləməkləridir. Siz bir milli aktivist olaraq razısınız. Yəni siz bunu yetərli görürsünüz, Azərbaycan dövləti bizim təşkilatlardan, bizim partiyalardan himayət eləməyi, yəni razısınız, sizi razı salıb duracaq. Ya elə Türkiyə dövlətinin özü olsun. Ya sən bir şey gözə görsənmir. Gerçəkdən o dilə gətirməliyik. Bu böyüklükdə bir hərəkət 40 milyon, hala bunlar özləri 40 milyon deyən bəlkə çox da oldu. Bu demək coğrafiyada yaşayan millət, Türk xalq, Türk milləti. Sizcə bu himayələr yetərlidir ya bundan da çox Azərbaycan dövlətimiz bu millətin, bu partiyaların yanında ola bilər? Əslində belə deyim Araz bəy. Yəni bizim cənab prezidentimiz İlham Əliyev dəfələrlə Türk Dövlətləri Təşkilatında çıxışları zamanı bu fikirləri irəli sürüb. Deyib ki, mən sadəcə Azərbaycan dövlətində yaşayan türklərin, Azərbaycanlıların prezidenti deyiləm. Mən eyni zamanda dünyada yaşayan, bu dünyada deyəndə Quzey Azərbaycanda yaşayan Azərbaycan türklərindən çox Güney Azərbaycanda yaşayan türklər var. Yəni bu mesaj ora gedir. Deyir ki, mən digər Azərbaycanlıların da prezidentiyəm. Bunun özü böyük bir mesajdır. Yəni biz hər şey gözdə göründüyü kimi olmaya bilir. Bizim dövlətimiz də çox ehtimalla ki, Güney Azərbaycanlı türklərin azadlığı və Güney Azərbaycanlılarımızın necə deyim, məsələn orada Azərbaycan dilində olan məktəblərin açılması məsələsi bu olmalıdır. Olacaq da inşallah. Yəni bu mövzularda bizim dövlətimiz əlindən gəldiyi qədər dəstəkləri etməyə hazırdır. Türkiyə dövləti də etməlidir. Çünki Güney Azərbaycanda bizim qardaşlarımız orada çağırışlar edəndə hər daim Azərbaycan və Türkiyə Cümhuriyyətini öz dövlətləri olaraq görürlər. Öz bayraqları olaraq görürlər. Və hər daim də çağırışlarını bu minvalla edirlər. Digər tərəfdən də bunu qeyd edim ki, məsələn, məni nə sevindirdi? Güney Azərbaycanda bütün məhəllələrdə bizim cənab prezident İlham Əliyevin şəkilləri və aşağıda da yazıblar ki, biz sizin yanınızdayıq. Bu mesaj böyük bir mesajdır. Hansı ki, cənab prezident çağırış etdi. Dedi ki, mən bütün Azərbaycanlıların, dünya Azərbaycanlılarının prezidentiyəm və digər tərəfdən də güneydəki qardaşlarımız ona mesaj olaraq yenidən elə bil mesaj göndərdilər ki, biz də sizin yanınızdayıq. Bu özü böyük bir mesajdır. İnşallah bizim, mən şəxsim olaraq fikrim və düşüncəm budur ki, ya bütöv Azərbaycan olacaq, ya da minimum şəkildə Güney Azərbaycan Türk Cümhuriyyəti yaradılacaq. Çünki bizim güneyli qardaşlarımız, öz torpaqlarıdır. Tarixi fakt olaraq Türkmənçay və Gülüstan müqavilələri ərəfəsində bu bölünüb və bizim qardaşlarımız orada öz istiqlaliyyətini, öz azadlıqlarını yaratmalıdırlar. Yəni belə.